Bugün biz şəhid ocağındayıq. Şəhid ocağında dəyişilməyən cənnətlər mövzusunda Gülağa qardaşımızın evinə gəlmişik. Onun mövzududur bugün, dəyişilməyən mövzududur. Bugün onun ailəsinin ocağından Gülağanın öz evindəyik, öz məkanındayıq. Anasıdır, şəhid anamızdır, öz yoldaşlar, uşaqlar da aynıdır. Bugün özümüzə bir boş verir. Bugün burada qardaşımızın, Gülağanın, şəhidimizin ocağına gəlib, onun cənnətləri dəyişilməyən mövzusunu iştirak etmək özümüzə bir qürur, bir fəxrdir. Allah rəhmət etsin, şad olsun deyirəm. Onun timsalına bütün şəhidlərimiz şad olsun, yerlər beşik olsun. Bugün biz bu qardaşımızın ocağa gəlməyə özümüzə bir fəxr, bir qürur veririk. Qürurludur bizim üçün. Hər bir evdə olduqca, hər bir evə gedəndə özüm üçün bir ziyaret şərt edirəm. Bugün də özümə boş verib bura gəlməyi, ananın, bacının, ailəsinin yanında olmaq bir fəxri, bir qürurdur. Ona görə ki, bir ocaqdır bura. Bunlar bugün özü bu dünyada yoxdur. Gözəl bir cənnət huzurunda, özünün övladları var, 2 dənə Gülanın ailəsi, öz ocağıdır. Bugün ailəsi onun gözəl mövzudunu qeyd edir. Ona da minnətdarlıq var olsun ki, belə gözəl qardaşımızı, belə gözəl yoldaşı tanım edir. Bugün də bura gəlməyi, Gülanın evinin özündə olmazımıza bir qürur veririk. Analar da Gülan haqqında biraz özləri danışar, Gülanın haqqında məlumat verirlər. Allah bütün şəhidlərimizin hamısına rəhmət eləsin. Böyük günahlı balamızın cənnətdəki mövlududur. Allah onun cənnətdəki mövludunu mübarək eləsin. Allah o dünyaları versin bütün şəhidlərimizin hamısını, cəm şəhidlərimizin hamısını. Amin. Cəm şəhidlərimizə Allah rəhmət eləsin. Atalarla onların səbri versin. Amin. Valid qardaşımızın bugün 39 yaşı, 39 yaşı mövlududur. 39 yaş cənnətləri mövlududur. Özü burada yoxsa 39 yaşı qeyd edir ailəsi. Allah ona rəhmət eləsin deyirəm. Şad olsun, yer beşli olsun. Bugün də Gülanın qardaşımızın evində, evimizdə şəkillərinə baxdıqca gördük. Gülan qardaşımız çox gözəl, şahidçi, çox gözəl, vətənpərvər, çox gözəl ailə başçısı olub. Allah ona rəhmət etsin deyirəm, şad olsun. Allah yer beşli eləsin.